nə qədər dövlətin gücü olsa, nə qədər silah olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək bizim yaddaşımızdan və bugün onların ruhu şad. Salam Kamilə, necəsən? Heç bilirsən bugün nə gündür? Salam Fazilə. Əlbəttə bilirəm. Heç bilməmək olar. Bugün Azərbaycan xalqının ən müqəddəs, ən sevincli günü Zəfər günüdür. Bugün bizim qəlbimizdə həm sevinç, həm də kədər var. Çünki biz bu zəfəri qanla, canla, göz yaşıyla qazanmışıq. Onda gedək şəhidlərimizi yad edək. Biz hak yolundayıq. Bizim işimiz hak işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Dalğalanır mavi xəzər, ürəyimə dağ çəkələr. Sənə aid bir hissəni özgəsinə yar etsələr. Olmasa da bu dünyanın bir ovuc ədaləti, torpağına göz dikəni ayağına endirərəm. Olmaz olaydı canın min parça, uğruna varlığım, ruhum fəda. Gəlməzdi başına min bir bəla, sarıyaq yaranı, qalx ayağa. Azərbaycan, ey qüdrətim, enməsin bayrağın, ey vətənim. Ruhum səndə, könlüm səndə, varmı bu sevgiyə layiq bəndə? Üzülü kaldı. Kaldır üzülü. Dalğalanır mavi xəzər, ürəyimə dağ çəkələr. Sənə aid bir hissəni özgəsinə yar etsələr. Olmasa da bu dünyanın bir ovuc ədaləti, torpağına göz dikəni ayağına endirərəm. Olmaz olaydı canın min parça, uğruna varlığım, ruhum fəda. Gəlməzdi başına min bir bəla, sarıyaq yaranı, qalx ayağa. Azərbaycan, ey qüdrətim, enməsin bayrağın, ey vətənim. Könlüm səndə, ruhum səndə, varmı bu sevgiyə layiq bəndə? Azərbaycan, ey qüdrətim, enməsin bayrağın, ey vətənim. Ruhum səndə, könlüm səndə, varmı bu sevgiyə layiq bəndə? Biz bugün buradayıq ki, Zəfər gününün, Azərbaycan xalqının ən şərəfli, ən qürurlu gününü qeyd edək. Bugün torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. 8 noyabr sadəcə bir tarix deyil, bir millətin yenidən doğuluş günüdür. Bugün vətən uğrunda canından keçən şəhidlərimizin, göz yaşlarını içində boğan analarımızın
ön cəbhədə, arxa cəbhədə vuruşan hər bir Azərbaycanlının günüdür. Vətən torpağı illərlə əsridir. Hər Azərbaycanlının qəlbində bir yarası, bir miskili vardı. Amma biz inanırdıq. İnanırdıq ki, bir gün azadlıq səsi gələcək, bir gün üç rəngli bayrağımız yenidən şada dalğalanacaq. Və o gün gəldi. 44 gün davam edən müharibə, 44 gün davam edən qəhrəmanlıq dastanı. O gün əsgərlərimiz soyuğa, yağışa, atəşə baxmadan döyüşdülər. Onlar dedilər, Qarabağ Azərbaycandır və bu söz tarixə yazıldı. 44 günlük müharibə zamanı Azərbaycan əskəri sübut etdi ki, bu xalqı nə qorxu, nə də güc əyə bilər. Bizim gücümüz imanımızda, birliyimizdə, torpağımıza olan sevgimizdədir. Biz bu qələbəni şəhidlərimizin canı, analarımızın duaları, xalqımızın birliyi ilə qazanmışıq. Bugün onların ruhu bu meydanda, bu bayraqda, bu torpaqdadır. Hər bir şəhid bu xalqın qəlbində əbədi yaşayacaq. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əskəri düşmənə diz çökdürdü. Torpaqlarımız işğaldan azad olundu. Qarabağda azan səsi, Şuşada bayraq səsi, xalqımızda qürur səsi ucaldı. Bu zəfər minlərlə şəhidin qanı, milyonlarla ürəyin duası ilə qazanıldı. Onlar canlarından keçdilər ki, biz bugün azad vətənin havasını qürurla uda bilək. Bəli, düz dedin. Biz bugün fəxr edirik. Çünki Azərbaycan qalibdir. Biz bugün başımızı dik tuturuq. Çünki şəhidlərimizin ruhu rahatdır. Yaşasın müzəffər ordumuz. Yaşasın Ali Baş Komandan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Qış günündə üzdə çiçək açdıran, gecəmizə gün işığı saçdıran, yağları el-obadan qaçdıran, bu zəfərin mübarəkdir ey vətən. Haqq deyənlər haqq yolundan qaçdılar. Tarix boyu sənə quyu qazdılar. Oğulların şanlı talih yazdılar. Bu zəfərin mübarəkdir ey vətən. Qürurluydu bu Qarabağ səfəri, bu torpağın hər oğlu, hər nəfəri. Qanımızla qazanmışıq zəfəri, bu zəfərin mübarəkdir ey vətən. Xarı bülbül gələr bu yaz səcdənə, dursam min il, yenə də az səcdənə. Dayanıbdır bütün Qafqaz səcdənə, bu zəfərin mübarəkdir ey vətən. Zəfərin mübarək Azərbaycan.